Meditasiyalar, afirmasiyalar, manifest, bu sözləri biz hamımız eşitmişik və bir çoxlarımız bilirik nə haqdadır bu. Amma bu videoda biz sizinlə onları aktivləşdirmək üçün bir sir haqqında danışacağıq. Çünki bəli, sözlərin çox böyük bir qüvvəsi var. Amma eyni zamanda da söz olaraq bu sadəcə səsdir. Bu sadəcə sözdür. Sözün qüvvəsi o zaman güclənir, nə zaman ona hiss aid olur. Biz çoxlarımız sizinlə görmüşük və özümüz də belə bir halları yaşamışıq. Nə vaxt qorxduğumuz başımıza gəlir, amma istədiklərimiz başımıza gəlmir. Niyə görə? Çünki qorxu hissi çox güclü bir hissdir. Biz qorxuruq. Biz nəyinsə haqqında düşünürük. Dərhal bizim içimizdə sanki o narahatçılıq dalğası keçir, sanki stres dalğası keçir. Və nə qədər çox biz bu haqda düşünürük, nə qədər tez-tez ağlımıza gətiririk öz qorxumuzu, o qədər də tez o həyata keçir. Eyni prinsip biz sizinlə işlədə bilərik istəklərimiz üçün, arzularımız üçün. Necə? Допустим, biz nəsə əgər istəyirik, bu sadəcə istək olur. Mən sadəcə istəyirəm. Kimsə evlənmək istəyir, kimsə maşın almaq istəyir, kimsə bəli sağlamlıq istəyir. Və eyni zamanda qorxur ölməkdən, qorxur yaxınlarını itirməkdən, qorxur sağlamlıqla bağlı olan hər bir şeydən. Elə bir burada mən sadəcə istəyirəm, burada isə mən istəmirəm və qorxuram. Fərqi yoxdur, biz istəyirik ya istəmirik. Fərqi var, nəyə aid biz hiss edirik. Biz sadəcə istəyirik tam evlənmək, evlənməsəm ölmərəm. Biz istəyirik maşın almaq, almasam, nə olasıdır? Heç nə olası deyil, ömür boyu tam metro ilə, taksi ilə, bilmirəm, yoldaşımın maşını ilə gedib gəlmişəm, bundan sonra da gedib gələrəm, normaldır. Amma nə zaman bu istək bizim həqiqi ürək istəyi, sanki ürəkdən, mən bütün ürəyimlə istəyirəm bunu, nə zaman o buna çevrilsə, o zaman biz öz istəklərimizi özümüzə çəkəcəyik. Bundan əlavə, biz hamımız bilirik ki, bütün dünya bu enerjidir, enerji bu frekansdır, vibrasiyalardır və yüksək vibrasiyalar bu yüksək, xoş, pozitiv hisslərdir. Pozitiv, xoş düşüncələrdir, hərəkətlərdir. Nələri biz edirik, nələri biz yaradırıq həyatımızda. Və var aşağı vibrasiyalar, bu ani, impulsiv istəklər, bu paxıllıq hissi, bu qorxulardır, bu cəzadan qorxmaqdır, məni cəzalandırar, Allah ya da ki, bilmirəm, evrən ya da ki, bilmirəm, kimsə məni cəzalandıracaq, çox sevinəcəmsə, cəza tapacam və s. Bu artıq biz inanclara keçirik. Buna biz o qədər də diqqət ayırmayacaq indi. Əsas nədir? Çatdırmaq istədiyim. Sizə göstərmək istəyirəm, necə sizin fikir gücünüz həqiqətən də işləyir. Çünki əgər qorxduğunuz başınıza gəlirsə, deməli, istədiyiniz də başınıza gələ bilər. Əgər istədiklərinizə aid də hisslər və emosiyalar oyada bilsəz. Mən necə bu üsulu öz üzərimdə işlədirəm. Hər zaman nə vaxt nəsə yaxşı ya da ki, sadəcə özümü tuturam o hissdə ki, mənə yaxşıdır. Və inanın ki, biz gün ərzində o qədər belə bir mənə yaxşıdır hiss keçiririk. Biz sadəcə bunu hiss etmirik. Misal üçün, gəzirsən, uca sustanmışsan və tam su alırsan ya da ki, qəşəng kokteyl alırsan, kofe alırsan və o ilk qurtdum, nə gözəldir. Sonra acmısan, gözəl yemək yemişsən və nə gözəldir. Gecə yuxuya gedəndə
düşünəndə ki, yaxınlarım sağdır, yaxınlarım yanımdadır, mən sağam, mən nəfəs alıram, yaşamağa yerim var, yeməyə yeməyim var, hərcləməyə pulum var, bəlkə də ürəyim istədiyi kimi deyil, amma mən acından ölmürəm və mən hardasa küçələrdə özümə sığınacaq axtarmıram. Və bu böyük bir təşəkkürə layiq olan bir hadisələrdir, layiq olan bir təcrübədir. Və ilk növbədə biz bunlara təşəkkür bildirəndə və bu hissləri içimizdə oyananda və öz istədiyimizi deyəndə, həmin bu afirmasiyaları ya da ki mantranı ya da ki manifest, indi mən sizə ətraflı deyərəm nədir. Onları deyəndə biz sanki onları həmin o durumumuzla, həmin o hissimizlə aktivləşdiririk. Onlara sanki nəfəs veririk. Çünki sadəcə bütün günü demək, wow, nə gözəldir, mən yaxşıyam, mən sağlamam, mən gözələm, bilmirəm, mən səyahətlər edirəm, mən milyoneram, mən milyonçuyam və hər şey superdir, mən bomba oğlan sevir, mən super oğlanı sevirəm və s. Burada hardadır həyat, hardadır eşq, hardadır ehtiras, hardadır burada hisslər. Amma nə zaman ki, misal üçün, hətta bir cütlük görəndə ki, onlar bir-birini sevirlər və onlara qarşı empati qururuq. Ya da ki, içimizdə oyadırıq həmin o təşəkkür hissi ki, wow, mən həyatdayam, mən bu həyatı yaşayıram. Bu həyatda hər bir şey ola bilər və mən də bu hər bir şeyin parçasıyam. Həm yaxşının, həm pisinin. Və mən nələri seçirəm, mən hansı həyatı seçirəm? Həmin o çətin, ağır həyatı, yoxsa müsbət həyatı? Əgər mən müsbət həyatı seçirəmsə, əlbəttə ki, mən diqqət etməliyəm öz inanclarıma, mən diqqət etməliyəm nələri mən hiss edirəm gün ərzində. Necə mən sevinə bilirəmmi kiminsə uğuruna, kiminsə xoş gününə, yoxsa mən güya bəli sevinirəm, amma eyni zamanda da baxıllanıram ki, niyə bu mənim həyatım deyil, niyə bu məndə deyil. Və onları oyatdıqca və bu xoş sözləri dedikcə, afirmasiyaları dedikcə, manifest etdikcə siz hiss edəcəksiniz necə həyatınızda həqiqətən də başlayır daha və daha yaxşı şeylər baş verməyə və siz sanki yeni bir level'a, elə bir əgər siz bu dəqiqə bu dairənin içində fırlanırdınız, siz sanki hoppanırsınız və artıq yeni, daha geniş, daha gözəl, daha canlı, daha həyat dolu dairənin üzərində başlayırsınız öz hekayənizi yazmağa. Afirmasiyalar, qızlar, bu xoş cümlələrdir, istək cümlələrimizdir, sevgi cümlələrimizdir. Biz hamımız bilirik. Tamam. Mən sağlamam, mən gözələm, amma ora lazımdır hiss də qatmağa. Mən sevinirəm ki, mən gözələm. Mən təşəkkür edirəm ki, mən gözələm. Mən layiqəm gözəl həyatı yaşamağa və mən onun üçün təşəkkür edirəm. Və mən sevinirəm ki, ya da ki, mən həzz alıram ki, mənim yanımda mənə hörmət edən, məni sevən, mənim qayğıma qalan bir insan var. Və nə gözəldir ki, mən də doğru, ona layiqli bir yolla onun qayğısına qala bilirəm. Budur, qızlar, həqiqi afirmasiya. Mən sizdən çox xahiş edirəm, afirmasiyaları, hansıları bizə təqdim edirlər kitablarda, ya da ki, hansısa videolarda, ya da ki, hardasa, onları konstruktor kimi özünüz üçün istifadə edin. Sadəcə, orada hardasa nəyisə oxudum və sırf bunları deyirəm, yox. Ona
öz baxışınızı qatın, ona öz nəfəsinizi qatın, öz həyatınızı qatın ona ki, hiss olunsun, bu sizə aiddir. Sizin bədəniniz onu deyəndə tükləriniz biz durmalıdır. Tükləri yoxdursa, sadəcə orada siz hiss etməlisiniz ki, tüklərim olsaydı onlar biz durardı. Bunlar təbii ki, hamısı müsbət şəkildə olmalıdır. Yəni ki, heç kəs demir ki, mən heç vaxt xəstələnmirəm, hamı deyir ki, mən sağlamam. Heç kəs demir ki, mən tək deyiləm, hamı deyir ki, mən cütəm, mən sevgi doluyam, mən sevgilimlə, bilmirəm, səyahətlər edirəm, xoş vaxt keçirirəm, onunla xoş hisslərimi bölüşdürürəm. Və biz bunu deyirik indiki zamanda. Kimsə keçən dəfə yazmışdı qızlardan ki, axı mənim inamım gəlmir, bu belə deyil və s. Heç nə olmaz. Sənin inamın heç kəsi maraqlandırmır. Var müəyyən qaydalar və var ona aid olan qaydalar. Hansıları mən sizinlə bölüşürəm. İnanmırsınız, inanmayın. Əsas hiss etməkdir. Əsas o hissi daxildə oyatmaq və mənimsəməkdir. Bu sizdən tələb olunur. Sizdən tələb olunmur ki, siz nəyisə inanasınız. Sizdən tələb olunmur ki, siz nəyisə həqiqətən bu dəqiqə hiss edəsiniz. Sizdən tələb olunur ki, siz gündən günə cəhd edəsiniz və getdikcə siz onu istəsəz də, istəməsəz də oyadacaqsınız daxilinizdə və mənimsəyəcəksiniz. Oldu mu? Okey. Sonra var manifest. Manifest bu nə vaxt mən niyyət edirəm, yer açıram və özümü hazır olduğumu bildirirəm evrənə, dünyaya, hər yerə ki, mən hazıram. Mən həqiqətən hazıram və sən bu sözləri deyəndə həqiqətən hazır olmalısan. Çünki əgər hazır deyilsənsə, bu gəlməyəcək. Və baxmaq lazımdır, niyə görə, misal üçün, nəyəsə hazır deyilsən. Yenə də burada bizdə gəlir inanclara, biz gəlib çıxırıq. Mən indi baxacam YouTube-da, əgər inanclara aid bir video varsa, bunun altında qoyacam. Əgər yoxdursa, onu da çəkərəm sizin üçün. Çünki əgər sadəcə mən yer açıram sevgi üçün və özüm doluyam inanclarla ki, kişilər aldadır, qorxuram aldanmaq, qorxuram ki, ürəyimi qıracaqlar, qorxuram ki, başıma oyun açacaqlar, qorxuram ki, bilmirəm, mən bütün planlarımı məhv edəcəklər, qorxuram. Ya da ki, həqiqətən hazır deyiləm. Qızlar, bəzən doğrudan da münasibətə biz hazır olmaya bilərik. Çünki kiminsə ambisiyaları var, kimsə iş qurur, karyera qurur, bilmirəm, səyahətlər edir, hansısa nələrisə yaradır həyatında. Və bu normaldır, lazım deyil. Əyninizə uyğun olmayan paltarı, nə vaxt sizin ölçüləriniz hazır olacaq, o zaman o paltar da əyninizə girəcək və onun daha da gözəli və daha da doğrusu. Manifest bildik, yəni ki, mən niyyət, artıq mən bildirirəm ki, mən hazıram, gəl. Var mantralar, mantra qızlar, mən sizə tövsiyə edirəm 1-2 cümlə qurmaq, sırf sizə aid, sırf bu dəqiqə sizdə prioritetdə nələrdir? Допустим, afirmasiyalar bu bizim bütün həyatımıza aid olan bir şeylər ola bilər. Burada məndə bir video var, aşağıda onu qoyacam. Həyatın 7 balans sferası, nəsə belə bir şey. Həyat sferaların balansı, ya nəsə belə bir şey. Baxın o videoya və ona uyğun afirmasiyalar qurun hər həyatın sferasına. Kimlərdə möcüzəli addım hələ ki yoxdur qızlar, mən sizə çox tövsiyə edirəm, bunu alın. Burada aşağıda mən sizin üçün link qoyacam. Sizin üçün mən yaratmışam mükəmməl bir kitabça, iş kitabçası, harda inancların da üzərində işləmək olar, qorxuların da və afirmasiyaların da, təşəkkürlərin də, hər bir şeyin üçün. Afirmasiyalar bu həyatımızın hər bir sferasına aiddir. Amma mantra bu sırf bu dəqiqə, gözəl olun burada, sırf bu dəqiqə sizə nə önəmlidir? İndi bu dəqiqə sizə nə önəmlidir ki, həyatınızda o olsun?
o həyatınızda baş versin ki, münasibət istəyir. Siz sadəcə mən münasibətdəyəm, mən xoşbəxt münasibətdəyəm demirsiniz. Siz deyirsiniz, mən özümə layiq olan, mənə hörmət edən, mənim qayğıma qalan, məni sevən və mən də onun qarşılığında sevdiyim insanla münasibətdə olduğum üçün xoşbəxtəm. Bunun üçün təşəkkür edirəm. Siz edə bilərsiniz bunu daha qısa, siz edə bilərsiniz bunu biraz böyük. Amma mən sizə tövsiyə edirəm ki, bu o qədər söz orada olsun. Həm siz onları hiss edəsiniz, həm orada artıq bir şey olmasın. Eyni zamanda da siz onu yadınızda saxlaya bilərsiniz. Vay, indi gün batımı olacaq, prosta möhtəşəm bir rənglər. Həm də ki, siz onu yadınızda saxlaya bilərsiniz. Bu çox önəmlidir. Çünki əgər yadınızda qalmır və siz hər gün yeni bir mantra deyirsiniz, bu bilirsiniz, bir nöqtəyə biz nə qədər çox vursaq, o qədər də dərin onu deşəcəyik. Вот так, manifest, afirmasiyalar. Meditasiyalar mən burada sizə yazıram. Meditasiyalar onlar daha uzundur. O bizə müəyyən durum üçün lazımdır, müəyyən daxili durum, müəyyən hal, əhval üçün. Mən sizə tövsiyə edirəm, onları da istifadə edəsiniz. Çünki meditasiyalardan mən çox gözəl əks əlaqələr alıram və mən meditasiyaları çox xüsusi bir vəziyyətdə yazıram. Nə vaxt mən öz daxilimdə o ruh yüksəkliyi hiss edirəm, mən dərhal otururam, meditasiyalar yazıram. Nə vaxt hiss etmirəm, mən onları yazmıram. Ona görə də o səsi, o hissləri sizə ötürə bilirəm. Qızlar, məndə hələ ki bu qədər. Təşəkkür edirəm vaxt ayırdığınız üçün. Burada aşağıda yazın nəyə aid yenə video istəyirsiniz. Mən sizin üçün hazırlayaram. Öpürəm sizi, özünüzə yaxşı baxın. Sizinlə Marcina Jumati idi. Hələlik.